siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük Rövşanə Ağasəf qızı Barometr TV-də. Gündəmi izləyirik. Bir neçə gün əvvəl 207 nömrəli məktəbin Göyçək və Gözəl direktoru Yaqut Müseyibli işdən çıxarıldı. Niyə çıxarıldı? Fond pulu yığırmış və bu məsələ ictimailəşdi. Əgər məsələ bu qədər aşkar olunmasaydı, aqibəti necə olacaqdı o gözəl direktorun, bax onu biz bilmirik. Məsələyə istədik ki, aydınlıq gətirək, gündəmin nəbzini tutmağa çalışaq. Və studiyamızın qonaqları var. Qonaqlarımız təhsil üzrə ekspert Kəmran Əsədov. Kəmran müəllim, xoş gəlmişsiniz. Bakı şəhər üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov. Bəşarət müəllim, xoş gəlmişsiniz, xoş gördük sizi. Nədir axı bu fond pulu? Yəni bu məsələni niyə kökündən biz həll edə bilmirik ki, bu qədər qurbanlar gedir, bu qədər ifşalar olur, bu qədər də oradan artıq gülməli gəlir bu məsələnin belə qabardılması həm də. Düzdürsünüz, Rövşən xanım, izləyicilərə də salam verirəm. Bilirsiniz, bu günləri Azərbaycanda hər kəsin sahəsindən, peşəsindən sormayaraq müzakirə edilməli bir məna şəkildə təhsildir. Çünki hər birimizin ailə üzvümüz bu və ya digər formada təhsilə bağlıdır. Fond pulu məsələsində mən bir məsələni xüsusilə qeyd edəcəyəm. İki istiqamətdə baxaq. Birincisi, pul yığırlarmı, yoxsa pulu biz özümüz veririk? Əslində qanunvericilik deyir ki, məktəblərə valideynlər ianə etməlidirlər. Yəni reallığı danışaq, Azərbaycanda hansı valideyn məktəbin bu və ya digər ehtiyacını ödəməkdən ötürü ianə edə bilir? Fond pulu Finlandiyada var, dünyada təhsilinə görə birincidir. Yəni orada necədir? Konkret məktəbin büdcəsi var, məktəbin bank hesabı var və valideynlər deyir ki, mən istəyirəm ki, övladımın məktəbinə kömək edeyim. Bir dəqiqə, üzr istəyirəm, bizim qanunvericilikdə məktəbə ianə etmək məsələsi var. Yaxşı, bunda fond pulu məsələsinin adını dəyişib, ianə pul qoysaq, deməli qəbul olunandır. Əlbəttə ki, olunacaq. Hə, adını sadəcə, burada ad problemidir. Yox, bilirsiniz necə? Yox, elə deyil. Rövşən xanım, bu pul necə verilir? Bu inventara daxil olunmalıdır. Məsələn, pul vəsaiti birdən-birə kiminsə cibinə gedirmi? Maliyyə hesabatlığı aylıq, 6 aylıq dövrü olmalı. Bəli. Bu gün məktəb o fond pulu yığmağa etiraf edək ki, məcburdur. Niyə görə? Bu günləri operativ olaraq bir qapı qırılıb, qapının cəftəsi qırılıb, onu almaq lazımdır. Bax, onun üzərinə gəlirəm. Məktəb götürür onunla bağlı yazmalıdır yuxarı təşkilata. Məsələn, rayonlardan danışım. Sizə sonra keçsin Bakıya. Siz tutalım, Saliran rayonunun Cəngən kəndində, Noxudlu kəndində bir məktəbdə işləyirsiniz. Məktəbin direktoru yazmalıdır Salyan rayon təhsil sektoruna, təhsil sektoru yazmalıdır regionala, regional yazmalıdır agentliyə, agentlik yazmalıdır nazirliyə, nazirlik, maliyyə nazirliyinə. Ya Allah, bizim unitazımız xarab olur orada. Bir dənə onu düzəltməkdən ötürü biz ən azı sevinirik ki, 6 aya cavab gəlib maliyyə ayrılsın. Aydındırmı? Bax, iki məsələ var dediyim kimi. Məktəbdə fond pulu hansı məqsəd üçün yığılır? Fondda da müxtəlif fondlar var. Və biz məktəbi sanki bu günləri hansısa korrupsiyaya uğramış, ölkədə degradasiyaya uğramış bir qurum olaraq təqdim edir. Yəni ehtiyacdan yaranan bir şey var. Fond pulu var. Fond pulunu mən inanmıram ki, Bakı məktəbində hansısa bir direktor onu cibinə qoysun. Məktəbdə adi bir dənə sinifin rəylənməsi var, partanın rəylənməsi var. Yəni cari təmirlə bağlı ortaya çıxan bir məsələdir və böyük bir pul deyil ha. Kim eləməlidir? Valideyn? Əlbəttə valideyn eləməlidir. Niyə eləməlidir valideyn? Nəyə görə deyirəm valideyn eləməlidir? Nə üçün valideyn uşağını əgər pulsuz oxudursa və bu parası pulu varsa getsin istəyir özəl məktəbdə oxutsun, orada başqadır da, nizamnamə başqadır. Pulu ay ərzində mən demirəm ha, olmalıdır. Qanunvericilik deyir ki, məktəbdə bir də deyirəm, heç bir məqsəd üçün pul yığılmamalıdır. Və bu yol verən də cəzalanır. Amma Rövşən xanım, bilirsiniz, biz elə bir məsələni şişirdirik ki, sanki üzr istəyirəm, nazirin, Bakı şəhər təhsil İdarəsinin rəhbərinin, direktorun gözü o valideyndən yığılan aylıq 1 manatdır. Düzdürmü? Bu niyə xərclənir məsələsi var. Biz deyirik ki, uşaqlarımız daha yaxşı sinifdə oxusun, tədbirə getsinlər. Bir dənə avtobus tutub bir tədbirə uşaqları ekskursiya. O zaman qanuniləşdirsinlər bu məsələni. Zaten bu qanunda var. Bunun bir dənə problem hissəsi odur ki, məktəblərin bank hesabı yoxdur. Təşəkkür edirəm. Yaxşı, əgər qanunda varsa, Kəmal müəllimin dediyi qədərdirsə məsələ, niyə bu qədər təşvişə düşdü ki, nazirlik və niyə direktor işdən çıxartdı ki? O zaman əgər qanuni bir şəkildə ianə adı olmasın, deyək ki, fond pulu adı ilənsə, əgər o addan olsaydı, onda məktəb direktoru qalıb işləyəcəkdi və bu məsələ bu qədər qabardılmasaydı, sakitcə ört-bastır olunacaqdı. Bu qanuni bir şəkildədir. Niyə çıxartdınız o zaman direktor işdən? Əvvəla salamlayıram sizləri, hörmətli Kəmran müəllimi və bütün izləyicilərimizi.
207 nömrəli məktəbdə bu ictimailəşdi və bunun ictimailəşməsi ilk olaraq məlumat mediadan bizə də daxil oldu və məsələ araşdırıldı. İlk olmuşdu həftənin son iş günü və günün ikinci yarısı. Növbəti həftənin ilk iş günü məsələ araşdırıldı və uyğun, qanuna uyğun tədbirlər də görüldü. Amma son zəng tədbirlərindən bağlı hələ son zəng tədbirləri bu gündən biz götürsək təxminən 1 ay var. May ayının əvvəllərindən Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təlimatı bütün məktəb rəhbərlərinə çatdırılıb. Və orada konkret olaraq məktəblərdə tədbirlərin keçirilməsi, necə olmalıdır, onun protokolu, onun ssenarisi, nümunəvi hətta əsaslarla bunlar göstərildi. Və məktəblərdə bir məsələni də nəzərə alaq. Bəzən o deyiləndəki yığımlar olur. Burada proses necədir? Valideyn təşəbbüsü var, son zəng, bu hər kəsin övladının həyatında bir dəfə olan bir hadisədir. Məktəb rəhbərliyi valideynlərin bu təşəbbüsünü yasaqlaya bilməz. Amma məktəblər bu tədbirin sadə olmasının tərəfdarıdır. Amma valideynlərin təşəbbüsü ilə olan hər hansı bir video çəkiliş, foto çəkiliş, hər hansı bir orada bilmirəm yanaşmalar və bunların bir tərəfi. Baxın Rövşənə xanım, biz burada aydın danışmalıyıq ki, baxın bu xərclənir. Amma biz burada aydın danışmalıyıq. Bunun təşəbbüskarı məktəbdirmi? Sonuncu halda məktəb bu məsələyə məktəb rəhbəri müdaxilə etdiyi üçün qanuna uyğun tədbir görüldü. Yəni işdən də azad olundu. Amma digər hallarda valideynlərin bu təşəbbüsü varsa, onlar öz övladlarının hər hansı məktəbdən kənar tədbiri üçün bir vəsait toplayırsa və sadəcə deyək foto çəkilişi. Foto çəkiliş bir neçə məkanda valideynlərin təşəbbüsü ilə aparılır. Biz nə edə bilərik ki, bunun bir hissəsində məktəbdə baxın. Valideyn niyə məcbur olur? Amma bizə valideynlər var, məcbur olur. 5 nəfər istəyirsə imkanlı valideyn, yerdə qalan valideynlər məcbur olurlar. Buna bir konkret bir şəkildə bir formaya salınmalıdır. Cəmiyyətin o təşəbbüsünü məktəb necə yasaqlaya bilər? Mərkəzi məktəblərdə o qədər paralar, pullar xərclənir ki. Okay. Burada deməli məktəbin valideynlərin təşəbbüsünü məktəb burada qəti şəkildə yasaq qoya bilməz. Gəlin baxaq, biz görürük ki, yetəri qədər bəzi valideynlər var, o qədər narazılıq eləyirlər ki, ən bahalı restoranlarda, indi biz gəldik o fond pulundan biraz belə manevr restoranda bu tədbir məktəb təşkil eləmir. Məktəb direktoru qadağa qoysun. Bu şəkildə olmamalıdır. Bir qaydası var hər şeyin. Mövcud qanunvericiliyin tələbinə əsasən məktəbin səlahiyyətləri ancaq məktəbin inzibati ərazisindədir. Məktəbdən kənar bir məsələlərlə bağlı direktorun öhdəliyi qanunvericiliyə görə nədir? Şagirdin icbari təhsilə cəlb olunması. Direktorun öhdəliyi sən bu gün bu restorana getmə, ora getmə deyə bilməz. Amma məktəblə bağlı bir şeydir bu. Məktəblə bağlı deyil. Baxın, mən sizə deyim. Bu gün bizim məktəblərimizdə təbii ki, nə qədər inkar etsək də keçən gün bizim həmkarlı dostlardan biri yazıb, status yazıb ki, mən də bilirəm. Məsələn, elə direktorların sürdükləri maşınlar var ki, biz özəl sektor rəhbər olaraq məsələn 10 maşın ala bilmirik. Bu var. Heç kim inkar edə bilməz. Amma biz hər şeydə məktəbi niyə günahlandırırıq? Hardan alıb məktəb direktoru bu bahalı maşını? 11-ci siniflər məktəbə getməyib adını yazılan kim edir bunu? Bax, keçən gün jurnalistlərdən biri bir dənə status yazmışdı. Bunu da nəzarət eləyə bilmirlər. Ulan məktəbin biri yazıb, biz deyir ayda 100 manat məktəbə direktora pul veririk ki, uşağımız məktəbə gəlməsin. Yəni bəzi belə məktəblər var. Biz demirik ki, səhiyyə nəzarət eləsin. 4400 dənə məktəb var. Şərti olaraq Emin Əmrullayev 4400 yerə parçalana bilməz axı. Axı evdə bax mən nə edirəm, problem necə var? Direktor jurnalist yazır ki, onun həmkarının dediyi, biz direktor ayda 100 manat verib, biz veririk ki, uşağım dərsə gəlməsin. Təşəbbüskar kimdir? Valideyndir. O da məcburdur ki, övladım hazırlığa getsin deyə məktəbə gəlməsin. Təşəbbüskar valideyndir. Kökündə nə dayanır Kəmran müəllim? Təhsilin zəifliyi dayanır. Yox, təhsilin zəifliyi dayanır. Bəs nə dayanır? Niyə uşaq məktəbə gedir? Siz məktəbə getmisiniz 11 il. Mən də getmişəm. Niyə? Çünki normal dərs var idi. Normal təhsil var idi. Niyə mən repetitor yanına getməliyəm? Mən repetitor yanına ona görə gedir ki, qəbul imtahanlarımız çox çətindir. Baxın, siz 11 Hamısı sistemli bir-birinə bağlıdır. Biz inanın ki, problemi həll etmək üçün sizə ilk dəfə sizə bilmə vacib bir şey deyim. Artıq Təhsil Nazirliyinin belə bir təşəbbüsü var. 5 məktəb yaradılıb. 10-cu 11-ci sinifdə repetitora ehtiyac olmayacaq və yaxın maksimum 1-2 ilə var.
ölkədə həqiqətən də repetitora ehtiyac olmayacaq. Orta məktəbdə qanunvericiliyə nə qədər təhlükə törətsə belə, problem yaşansa belə, 10-cu 11-ci sinif birbaşa məcburuq da bu uşaqlar repetitor yanına getmirlər. Elə onlar məktəblərdə təşkil olunacaq təmayüllər formatında. Yeni günaha gətirdik valideyn üzərinə, yeni günaha gətirdik tələbənin üzərinə, yeni günaha gətirdik şagirdin üzərinə. Belə çıxır ki, ümumi nəzarət sistemində zəiflik var da. Biz elə başlı başına buraxaq, öz başına azadlığın da aşırı olması, bax belə gətirib bu toyxana deyil, bu bazar deyil, bu təhsil müəssisəsidir. Qoymayaq heç bir valideynin də tam ürəyincə deyil. Siz dediyiniz tədbir təhsil müəssisəsində baş vermir axı. Baxın, Valla deyir, təhsil müəssisəsində baş vermir. Bu təhsillə bağlı bir şeydir. Əlavə özləri bilərlər harada nə keçirdirlər. Tədbiridir. Bu bir çərçivə, bir senari var, sadəcə uşaqların bir yadda qalan bir gündür. Bunun əbədiləşdirilməsi üçün və müəllimlərə bir təşəkkürünü, məktəbə bir təşəkkürünü bildirib, müəllimlərin onlara uğur arzulaması. Bu sadə şəkildə etmək olmaz mı? Sadədir. Amma hardan sadədir? Nələr eləyirlər? Xanım, gəlin aydın danışaq və faktları belə deyək də ehtimallar üzərindən ehtimal deyil. Zaten gördüyüm mən də valideyn olmuşam. Baxın, məktəbdən kənarda, bax siz də valideyn olmusunuz. Məktəbdən kənarda son zənglə bağlı keçirilən tədbirə siz məktəb rəhbəri olsanız necə müdaxilə edə bilərsiniz? Amma bütün hallarda sinif rəhbəri iştirak eləyir. Bu prosesin içində sona qədər, əvvəldən axıra qədər sinif rəhbəri iştirak eləyir. Məqsəd bundan ibarətdirsə ki, sinif rəhbəri baxın, işdən sonra hər hansı bir dəvət olunduğu yerə getməsin, bu da getməsin, o tədbir onsuz da baş tutur. Və bir çox hallarda da getmirlər. İnanın ki, bəzən bu qonaqlar... Məsələn, biz məktəblə bağlı narazıyıq. Mən farklı ikisini deyəcəm sizə. Son 3 il deyəcəm, çox o tərəfdən bəri. Son zəng tədbirlərindən sonra 11-ci sinif şagirdləri, valideynlərin, ailə üzvlərinin şəxsi avtomobillərlə törətdiyi qəzalar nəticəsində vəfat edən şagird sayını bilirsiniz? Bilmirəm, amma bilirəm ki, az deyil hər halda. İkinci bir fakt, Azərbaycanda valideynlərin son 6 ay ərzində kafe və restoranlara, ictimai yaşayış obyektlərinə qida ilə bağlı ödədiyi vəsait bilirsiniz. Yəni mən salonlar filan bunları demirəm. Aydındır. Biz məktəbi nə qədər ki əlimizdə daş götürüb atıb problemimiz var. Gəlin bu problem niyə var? Səbəbi nədir? Təşəbbüskar ancaq müəllimdir. Bu günləri siz bilirsiniz Azərbaycan müəllimi necə nüfuzdan düşüb. Bizim məktəbimizin problemi bilirsiniz nədir? Biz məktəblərin bütün səlahiyyətlərini əlindən almışıq. Amma deyirik ki, hər şey elə. Aydındır, başqa məktəblərdə pul yığılır. Hə? Sual verirəm. Əlbəttə ki, var. Heç kim onu inkar edə bilməz. Yığılır başqa məktəblərdə pul. Fakt olanda da cəzalanırlar. Gəlin konkret cavab verək də. Yığılır başqa məktəblərdə pul. Fond pul adı ilə, ianə adı ilə, rəsmi tərəf olaraq. Bəli. Yığılmanın təsdiqi ancaq bundandır ki, əsaslı telefonu kimsə çəkəcək və səs yazacaq, atacaq sosial mediaya. Bir sıra hallarda. Hətta bax biz söhbət edirik, məsələn, mediadan bir məlumat daxil olub və yaxud da ki, bir vətəndaşdan məlumat daxil olub, şəxsi vasitə ilə və yaxud da ki, deyək ki, hər hansı bir, deyək ki, məsələn, Kamran müəllimi vasitəsilə kimsə etimad göstərib, müraciət edib ki, bir neqativ hal var. Qanunvericilik və bütün yanaşmalar tələb eləyir ki, müraciət anonim olmamalıdır. Bütün müraciətlər araşdırılır, bu heç. O demək deyil ki, anonimcə araşdırılmır. Amma o təsdiqini tapması üçün anonim olmaması və rəsmi araşdırılması üçün anonim olmaması əsas şərtdir. Və bu kimi hallar, bunu mən əminliklə deyirəm, bir hal yoxdur ki, faktlar olan və anonim olmayan müraciət olsun, bu araşdırılmasın və tədbir görülməsin. Niyə kökündən həll eləyə bilmirsiniz məsələni? Niyə gözləyirsiniz ki, bu ki anonim oldu, olmadı, şikayət oldu, olmadı? Nə üçün? Niyə bu fond pulu sözü dilimizdən yığışmır? Bu belə bir mənalı nə tövsiyə yoxdur, nə bir tələb yoxdur ki, məktəbdə bunlar olmalıdır. Və bir sıra hallarda bizim məktəblərdə son illərdə icma məktəb əməkdaşlığı ilə bağlı davamlı işlər aparılır. Ki, əvvəldən əsası qoyulmuş məktəblərdə valideyn komitəsi adı ilə o qeyri-rəsmi və yaxud da yarım rəsmi qurumlar, yəni şərti olaraq mən adını belə deyirəm, çünki ictimaiyyət arasında belə səslənir bu ad. Bəzən valideynlərin bu qrupları ki var, müəyyən o sosial şəbəkə qrupları, buradan müzakirə olunan məsələlər, bayaq siz qeyd elədiniz, 5 valideynin təklifi bir təklif olur, 3-ü ondan razılaşmır, bunların arasında olan fikir ayrılığı artıq sirayət eləyir məktəbə. Valideyn öz fikrini, narazı qalan valideyn desə ki, mən valideynlərin bu təşəbbüsü ilə razı deyiləm. Mediada buna diqqət göstərməyəcək, ictimaiyyətdə ki, valideynlərin arasında narazılıq var. Bunu məqsəd yönünü
məktəb adına bağlayır ki, və bu halda media və ictimaiyyət buna diqqət göstərsin. Biz də ona görə deyirik ki, bütün müzakirələr ümumi ittihamlar üzərində yox, təhlil olunmuş faktlar əsasında olmalıdır. Kamran müəllim bir maraqlı bir məqama dedi ki, məsələn, deyək bölgədə, indi biz Bakıdan danışırıq, amma bölgədə deyək ki, bir ayaq yolunda nə isə xarab olursa, o pulu əldə eləmək üçün nə qədər instansiyadan keçməlidir? Bu məsələdə bəlkə bunu sistemli eləmək lazımdır ki, bu məsələ uzun-uzadı hər məktəbin deyək, mən bilmirəm, hər məktəbin özünün ayrılmış o büdcədən fondu olsun, onu bir il ərzində hesabatını verə-verə xərcləsin və yaxud da hansısa formada ki, bu uzundərə bir proses getməsin. Şəhər müəllim Cəfərov nazir gələndə təzə o problemi həll eləməkdən ötürü məktəblərin hər birinə kart vermişdi. Ancaq siz burada dediyim kimi, məsələn, qapı qırıldı. Daska, işıq pulu, nə bilim, qapı qırıldı. Yox, işıq pulları heç o ayrıdır, ümumi büdcədən ayrı. Lampa qırıldı. Məktəbin ehtiyacı olan, məsələn, təcil işıqdır, şüşə qırıldı. Bilirsiniz nə oldu direktorların? Direktor arasında onun şəxsi məqsədlər üçün istifadə edən nə qədər adam. Problem bundadır. Bu direktor var, o müəllim də, o direktor da bizim özümüzdən birimizdir. Yəni bunu necə olur ki, sistemləşdirə bilmirlər? Mümkün deyil bu. Məsələn, məktəb direktoru olub ki, dövlət tərəfindən adam başına kompüter verilir məktəblərə. Kompüteri gedib satan olub, özü üçün evində istifadə edən olub. Yəni o nə vaxt baş verir? Artıq o dediyi bayaq məsələn Bəşərov dediyi monitoring qrupları gedirlər yoxlamağa, invertora baxırlar ki, burada bax bu stəkan olmalıdır. Yoxdur axı bu. Hanı? O da gəlir ki, qırılıb, hardasa köhnəsini gətirir. Amma biz bütün yükü və günahı məktəbdə, müəllimdə, direktorda, sinif rəhbərində görəndə inanın artıq bunun nüfuzu birisi hara qədər gəlib düşə bilər. Biz deyirik ki, bəli, bəzi məktəblərdə son zənglə bağlı pul yığımları var. Axı bunu məktəb eləmir. Bunu kim edir? Valideyn edir. Adi 207 nömrəli məktəblə bağlı valideynlərin aralarında mübahisəsini gördünüzmü? Bayaq dediyimiz 5 nəfər deyir ki, mən eləyirəm, 3 nəfər deyir ki, qardaş, mənim imkanım yoxdur. Onda həmin o valideyn deməlidir ki, mənim imkanım var, sən də yerə pul verirəm. Amma bu çıxış yolu deyil Kamran bəy. Yox, biz problem olaraq deyirik ki, valideyn özü deyil də. Daha ciddi nizam-intizamlı məktəblər var və siz də bilirsiniz ki, o məktəblər hansıdır. Və orada ümumiyyətlə bu göstəridən, bu parıltıdan, şaxşahalıqdan söhbət gedə bilməz. İfadəmi deyəcəm. Əslində biz nəticələr təhlilində görürük ki, hansı məktəblərdə daha çox pul yığımları faktı varsa, o məktəblərin nəticələri daha yaxşıdır. Nəinki daha ciddi sərt olan. Bu xoş deyil ha bu ifadə. Mən demirəm ha, bax, o məktəblər daha çox təşəbbüslərə açıqdır ki, o uşaqların nəticələri daha yaxşıdır. O daha ciddi rejimli, sanki cəza çəkmə müəssisəsi deyil. Çünki uşaqları rahat azad buraxırlar, gedirlər repetitor yanına, 10-cu 11-ci sinifə gəlmirlər, repetitorla hazırlanır. Bu belə olurmu? Təhsil belə olmalıdır? Yox, olmalı deyil. Bunun təşəbbüskarı da valideyndir. Məktəbdə öyrədilənlə sabah qəbuldakı bu eyni də olsa, amma gör uşağın gücü çatmır. Yəni, gəlin onu qısa deyəcəm. Bax, siz 11-ci sinifdə oxuyursunuz. Dövlət İmtahan Mərkəzi sizdən 5 il, 6 il əvvəl öyrənib qiymət aldığınız biliyi yoxlayır və ölçür. İstər-istəməz beynəlxalq təcrübə və pedaqogikaya görə 5 il, 6 il əvvəl əldə etdiyiniz bilik yaddan çıxır. Dünənə qədər belə idimi? Bizim həmin vaxtı qəbul imtahanlarında daha çox test tapşırıqlarının üstünlüyü yuxarı siniflərdə idi. Aşağı siniflərdən daha çox orta və asan tipli suallar var idi. İndi isə test tapşırıqlarının məzmunu, strukturu məcbur edir ki, siz repetitor yanına gedin. Məktəbə artıq yazığım gəlir. Müəllimə yazığım gəlir, direktora yazığım gəlir. Bilirsiniz necədir? Biz özümüzü çəkmişik prosesin kənarında. Deyirik ki, mən inkar etmirəm, bütün məktəblərdə demirəm, fond pulu yığılan məktəblər var, uşağı aylığa buraxan direktor var, müəllimdən dərs bölgüsünə görə pul yığan məktəblər var, son zənglə bağlı özünün maddi marağı olan direktorlar var, nə bilim, albom yeri ilə, fotosessiya yeri ilə faizə işləyənlər var. Bunu heç kim inkar eləmir. İnkar eləyə də bilməzlər çünki, amma buna nəzarət mexanizmi, bu mümkün deyil. Bilirsiniz niyə? Məşhur bir ifadə var da, o insanlar oğurluqda tutulur ki, onlar oğurluqları bacarmırlar. Bacaranlar tutulmurlar. Bacaranlar tutulmur, bəli. Yəni, bu günlər... Tutulmayan oğru bəydən, xandan irəlidir məsələsində. Əlbəttə ki, yəni onlar daha ağır bir hörmətlidir ki, fransız məktəbdir. Mən yenə də deyirəm, məsələ odur ki, rəsmi mövqeyi buna qarşı mübarizə aparırlar. Amma əlində faktı yoxdursa, şərt olaraq deyirəm, Bəşərov mənim gəlib, nə bilim, belə bir məktəb nömrəsi, 555 nömrə məktəb direktoruna deyəcək. Qardaş, sən pul yığırsan, bizə bilsən nə var, qardaş, sən məşərəfsən. Faktun var, yoxdur. Bütün cinayətdə zaten belədir, fakt qoyur. Aydındır mı? Yəni, bu məsələlərdə istənilən halda, Rövşənə xanım, bax, təhsil sistemi necə bütün cəmiyyətə əhatə edir? Təhsilcə Bakıda Kamran müəllim dedi, 30 min civarında təhsil işçisi çalışır və
bunların içərisində biz bir neçə halı, bir neçə direktoru, hansı ki tədbirlər görülür onlar haqqında, bir neçə müəllimin uyğunsuz fəaliyyətini bu minlərcə adama biz şamil eləyə bilmərik. Və müəllim nüfuzu, məktəb nüfuzu bu cəmiyyət üçün bir dəyərdir. Yəni məktəbi, müəllimi sevmədən biz cəmiyyətin inkişafını məktəbsiz, müəllimsiz təsəvvür edirikmi? Yəni müzakirələr mən öndə dedim. Faktlar əsaslanmalıdır, peşəkar olmalıdır, səbəbləri ədalətlə yerinə qoyulmalıdır. Bundan sonra məsələdən çıxış yolları. Yəni bu gün minlərlə layiqli məktəb rəhbəri, minlərlə, 10 minlərlə layiqli müəllimin biz nümunəsini qoyub, bir-iki negativ halı daha çox onlara nümunə göstərə bilmərik. Təbii ki, bu negativlərlə biz barışmırıq. Görülən tədbirlər də bunu. O halda qınaq əsaslı olardı ki, negativ hal var, fakt var, buna qarşı tədbir görülmür. Belə isə bir dənə olsun hal yoxdur. Və bunu heç kim göstərə bilməz. Yol verilən nöqsanlara görə paytaxt təkcə Bakı şəhərində 119 təhsil müəssisəsi rəhbəri haqqında intizam tənbeh tədbiri görülüb. Nədir intizam tənbeh tədbiri? Töhmət, şiddətli töhmət, yazılı xəbərdarlıq. Amma təbii ki, məktəb kontingentinin böyük olması, valideynlərin bəzən belə məsələləri təqdim etməkdən çəkinməsi və bu kimi hallar var ki, faktlar ortada olmadığı halda bir adama ehtimal əsasında gedib deyilir ki, biz ehtimal edirik ki, burada falan negativ hal baş verir. Ehtimal əsasında cavab nədən ibarət olacaq? Cavab nə olacaq sizcə? Ehtimalla itham. Təbii ittiham cəza vermək mümkün deyil. İnsanın cavabı nə olacaq? Cavab bu olacaq ki, siz yanlış fikirdəsiniz. Düzdürmü? Təbii ki. Ona görə deməli faktlar və müraciətlər olmalıdır. İnsanlar hər hansı əllərindəki faktları ictimailəşdirmədən çəkinməməlidir. Bu ümumi işin xeyrinə. Amma bu demək deyil ki, hər kəs cibində telefonla sinif otağına daxil olmalı, müəllimdən xoşu gəlmirsə, müraciət yetir. Formatda çəkməlidir, onu yaymalıdır. Bilirsiniz necə? Bu birinci konstitusiyanın hər bir vətəndaşın hüququdur. İnsanlar çəkinməməlidirlər ki, mən sabahları bu və ya digər pozuntu ilə bağlı məsələni ictimailəşdirəndə mənim uşağıma və ya özümə nəsə bir şey olacaq. Bu insanların konstitusiyon hüququdur. Təhsil bizim hamımızın işidir. Valideynin üzərinə qoyduğu hər halda bəzi məsələləri son olaraq bitiririk. Yəni bu 10-11-ci sinif övladı oxuyan, sinifdə oxuyan övladı oxuyan valideynlərin görün nə qədər xərcləri çıxır. Repetitorların bir saatı 120-150 manat arasıdır. Bahalı bu SAT deyirik, TOEFL deyirik, IELTS deyirik. Bunlar hamısı 300 manatdan, 350-400 manatdan qiymətlər başlayır. Bu uşaqlar o qədər yüklənirlər. Üstə gəldi üzərlərinə qoyur ki, valideynin günahıdır, son zəngə pul yığılmalıdır, ora pul yığılmalıdır. Hamısının günahkarı bizik, biz valideynlərik. Və salam budur. Təhsildə heç bir problem yoxdur. Hər şey əladır. Uşaqlarını rayona göndərirlər, adlarını yazdırırlar, valideyn kefindən göndərir, buradan gedir falan yerdə uşağının adını yazdırır ki, burada getsin. Ayın axırına 1000 manat, 2000 manat repetitorlara pul versin. Bax valideynlər, günah sizdədir. Niyə eləyirsiniz? Qoyun onu 11-ci sinif otursun, sinifində oxusun. Hər halda elə deyil. Yox, mən demirəm ki, elə çayır halda elə. Niyə gedirlər? Mən ona görə sizin dediyiniz artıq biz bir problem və mövzudan digərinə keçirsiniz. Kamran müəllim bu sahə üzrə ixtisaslaşmış mütəxəssisdir. O bilər ki, sizin dediyiniz artıq o repetitor yanına uşaqların getməsi səbəbləri nədir və bununla bağlı bu digər bir mövzudur. Digər mövzudur. Yəni o mövzu ilə bunu birləşdirərək bütün günahı valideynlərin üzərinə atmaq doğru yanaşma olmaz. Söhbətimiz elə bölündü ki, bütün hallarda valideyn günahkardır. Biz cəmiyyət olaraq faydanı burada tapacağıq ki, məktəblə valideyn icma arasında uçurum yaratmadan bunların vəhdətini və oturub birgə müzakirə olunur. Siz təsəvvür edin. Haçan məktəblərdə hər rüb ərzində valideynlərlə görüşlər, valideyn iclasları keçirilir. Repetitorluğun səbəbi orta məktəbdəki təhsil deyil. Repetitorluğun səbəbi ali məktəblərə ağır, çətin qəbul imtahanlarıdır. SAT. Bu SAT, IELTS, TOEFL, Duolingo orta təhsil məktəblərinin tədris proqramında yoxdur. Azərbaycanda ali təhsil müəssisəsinə qəbul imtahanları orta təhsil məktəbində əldə edən biliklərin qiymətləndirilməsi nədir? Sizin orta məktəb... Bu ayrı mövzudur. Bunu mütləq danışacağıq, mütləq. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Amma mövzunu düşünürəm ki, davam etdirəcəyik. Təhsildəki problemlərlə bağlı. Görürsünüz nə qədər mövzulara toxundum. Hamısı ayrı problemdir. Yəni demədik ya bu ayrı məsələ. Ayrı problemdir. Ayrı problemdir. O problemlərə mütləq Barometr TV olaraq işıq salmağa çalışacağıq. Görüşəcəyik. Rövşən Ağasəf qızı sizinlə bir yerdəydi. Salamat qalın.